Əziz izləyicilər, mümkün qədər sadə dildə izahını verəcəm. Məktəbin zalında skamyalar quraşdırılıb. Əgər hər skamyada 4 şagird otursa, bütün şagirdlərin otura bilməsi üçün 6 skamya çatmayacaq. Tutaq ki, zalda skamyaların sayı olsun 2. Və şərtdə qeyd olunub 6 skamya çatmır. Bizim də cəmi x skamyamız var. O zaman 6'sı olsa çatacaq. Yəni bizə nə qədər skamya lazımdır? 2 plus 6 sayda skamya lazımdır. Və hər birində 4 şagird əyləşsə, şagirdlərin sayı olacaq 4 vurulsun x plus 6. Davam edirəm. Amma hər skamyada 5 şagird otursa, 4 skamya boş qalacaq. Bizim cəmi x skamyamız var. 4'ü bizə lazım deyil, çünki 4'ü boş qalır. Bizə o zaman cəmi 2 çıx 4 sayda skamya lazımdır. Və hər birində də 5 nəfər otursun. Diqqət edirək. O zaman şagirdlərin sayı 2 çıx 4 vurulsun 5 olacaq. Və şagirdlərin sayı dəyişmədiyinə bunlar bir-birinə bərabər olmalıdır. Tənliyi vurub atsam 4x plus 4 vur 6 24 bərabərdir 5x çıxılsın 20. Buradan tapıram əslən 4x çıxılsın 5x bərabərdir. Mənfi 20 çıxılsın 24-də. Yəni mənfi x bərabərdir mənfi 44-də. X-in özü bərabərdir müsbət 44-də. Deməli, biz əslində məktəbdəki skamyaların sayını tapdıq. Bizdən də zalda neçə skamya quraşdırıb onu soruşuruq. Düzgün cavab 44.